Dekabrın 23-də Gənclər və İdman Nazirliyi 2025-ci ilin idman yekunlarına həsr olunmuş qala mərasimi təşkil edib. Buda Palasda keçirilən tədbirdə idman təşkilatlarının və federasiyaların rəhbərləri, media nümayəndələri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin üzvləri iştirak ediblər. Açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Gənclər və İdman naziri Fərid Qayıbov 2025-ci ilin Azərbaycan idmanı üçün uğurlu keçdiyini bildirib. Ölkə idmanına göstərilən qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə idman ictimaiyyəti adından təşəkkür edən nazir növbəti ildə də idmançılarımıza qələbələr arzulayıb. Mərasimdə nazir Fərid Qayıbov Gənclər və İdman Nazirliyinin xüsusi mükafatlarını təqdim edib. Xüsusi mükafatlara Deaflimpiya oyunları tarixində ölkəmizin ilk medalını qazanmış judoçu Coşqun Əliyev, boks üzrə dünya çempionu Sübhan Məmmədov, Azərbaycan Atıcılıq Federasiyası və judo üzrə qarışıq milli komanda layiq görülüblər. Ardınca 2025-ci ilin idman yekunlarını əks etdirən hesabat videoçarx təqdim olunub. Aparılmış sorğular əsasında müəyyənləşdirilən müxtəlif nominasiyalar üzrə ilin qalibləri mükafatlandırılıb. Qala gecəsində 32 nominasiya üzrə qaliblər təltif ediliblər. Tədbirdə həmçinin il ərzində müxtəlif idman növləri üzrə keçirilmiş idman yarışlarının ümumi nəticəsinə əsasən qalib gəlmiş Fövqəladə Hallar Nazirliyi, SOCAR və Daxili İşlər Nazirliyi də təltif edilib. Qala gecəsinin bədii hissəsi Mərdan Kazımovun ifasında təqdim olunan musiqi nömrələri ilə davam edib və tədbir bədii hissə ilə başa çatıb.